Azərbaycanda bəzi kərə yağlarında uyğunsuzluq aşkarlanıb. Qafqaz Info məlumat verir ki, bu haqda Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Qeyd edilib ki, fiziki şəxs Cəfərov Əli Telmanoğlunun istehsal etdiyi kərə yağlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında bitki sterilləri kompesterin, stigmasterin, beta-sitosterin eyni vaxtda normativ sənədlə bu növ məhsulun tərkibində istifadəsinə icazə verilməyən qida əlavələri, sorbin və benzoy turşuları aşkarlanıb. Faktla bağlı agentlik tərəfindən sözü gedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Qeyd olunub ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış pasterizə edilmiş qaymaqdan istifadə olunması bəyan edildiyi halda, faktiki tərkibində bitki yağının aşkarlanması istehsalçı tərəfindən istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab edilir. Həmçinin tərkibində sorbin 200 və benzoy 210 turşuları olan məhsulların həddindən artıq istehlakı insanlarda allergik reaksiyaların yaranmasına səbəb ola bilər ki, qüvvədə olan normativ sənədə uyğun olaraq bəzi məhsullarda həmin qida əlavələrinin istifadəsi qadağandır.